Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz yeni bir mövzu. Hadisələr və hərəkətlər ardıcıllığı fəslinə keçid alırıq. Burada hərəkətlərin ardıcıllığı əvvəl və sonra bugünkü dərsimiz olacaq. Gəlin baxaq görək dərsimizdə nələrdən danışılır. İkinci şəkildə nə dəyişib? Uşaqlar, birinci şəkildə baxanda ikinci şəkildə nə dəyişdiyini baxaq. Pəncərə açıq olduğu üçün kimsə gəlib almanı yeyib qoyub ora, güldanı isə sındırıb. Külək də güldanı sındırıb. Yəni belə bir hadisə baş verib. Hansı əşyaların vəziyyəti dəyişib? Alma və saatın vəziyyəti dəyişib. Saat fərqli bir vaxtda gəlib. Sonra pəncərənin və pərdənin vəziyyəti dəyişib. Sonra almanın və güldanın vəziyyəti dəyişib. Un əvvəlki vəziyyətdir, çörək isə sonraki vəziyyətdir. Bəli uşaqlar, undan xəmir hazırlanır, xəmirdən də çörək hazırlanır. Belə. Kağızdan pulqabı düzəldin. Bu sizin evdə görə biləcəyiniz tapşırıqdır uşaqlar. Gəlin mən sizi tapşırıqlarla tanış edeyim. Əvvəl nə idi, sonra nə oldu? Gəlin baxaq görək, əvvəl nə idi, sonra nə oldu? Əvvəl yumurta idi, sonra oldu cücə. Sonra bir də deyirəm. Əvvəl yumurta idi, sonra oldu cücə. Əvvəl sümbül idi, sonra oldu çörək. Əvvəl parça idi, sonra oldu paltar. Əvvəlcə çiyələk idi, sonra oldu çiyələk mürəbbəsi. Baxın belə. Eyni rəngdə qoyduqlarım əvvəl və sonraki vəziyyətlərdir. Sonra hansı hərfdən hərfini almaq olar? Hansı hərfdən hərfini almaq olar? P-dən. Çünki gəlin belə eləyək də. Məsələn, P hərfini çəkdik, düzdür. P hərfi nədir? Belədir, düzdür. Sonra biz buna bir dənə belə quyruq eləyərək hərfini eləyə bilərik. Sonraki vəziyyətini necə almaq olar? Necə almaq olar? Əvvəlcə sadə lentdir, sonra artıq bir bəzək lentinə çevrilib. Əvvəlcə bu necə olur? Düyünlənərək uşaqlar. Əlimizdə düyün vururuq bir-birinə və bəzək lentinə çevrilir. İkinci hazır şardır. Biz onu üfürərək şarın top versiyasına çevirə bilərik. Üçüncü odundur, sonra olur ocaq. Bunu da kibrit vasitəsilə yandıraraq od əldə eləmiş ola bilərik. Dördüncü və beşinci tapşırıqlara da baxaq. Bağa yaşıl xanadan qırmızı xanaya getməlidir. Sağ, sol, aşağı, yuxarı sözlərindən istifadə etməklə ona yol göstərin. Gəlin ona yol göstərək uşaqlar. Qırmızı xanaya belə gedə bilər. Bir dənə sağa, bir dənə də sağa. Yəni 2 sağa, 1, 2, 3. 2 sağa, 3 yuxarı da eləyə bilərik. 2 sağa, 3 yuxarı. Və yaxud. Bunu yadınıza saxlayın. 2 sağa, 3 yuxarı və yaxud eləyə bilərik belə. 3 yuxarı, 2 sağa. Başa düşdünüz uşaqlar? Yenə də eyni şeydir. Sadəcə bir dəfə öncə 2 sağa, 3 yuxarı gedə bilər və yaxud 3 yuxarı, 2 sağa gedə bilər. Belə. Bu vəziyyətdən hansı əvvəl, hansı sonra ola bilər? Futbol oyununda uşaqlar, düzdür. Öncə hesab ola bilər 1-0. Sonra hesabı 1-1 eləyərlər. Sonra da yenidən önə keçərək hesabı 2-1 eləyərlər. Deməli, öncə 1-0 olar, sonra 1-1 olar, sonra da 2-1 ola bilər. Yəni, belə.
Belə uşaqlar, bu günlük bu qədər. Ümid eləyirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.